Aleyküm assalam. Qədir gecəsi ehtimal olunan gecələrdə 3 dəfə İxlas surəsini oxumaq olar. Ümumiyyətlə, Ayşə radiyallahu anhə deyir ki, ey Allahın Rasulü, birdən mən Qədir gecəsinə isabət etsəm, yəni Qədir gecəsini bildim ki, bu gecə Qədir gecəsi hansı duanı oxuyum, onda Peyğəmbər s.ə.v deyir ki, ey Ayşə deyirən ki, Allahumma innəkə əfuvun tuhibbul əfvə fəfənnə. Ey Allahım, sən əff edənsən, bağışlarsan, məni əff elə, məni bağışla. Yəni, ən çox Qədir gecəsində edilən dualar budur. Həmçində Qədir gecəsində namaz qılmaq, Quran oxumaq və İxlas surəsi də Quran qiraəti ilə biridir. Amma sırf Qədir gecəsində 3 dəfə İxlas oxudum deyən, yox, bu xatadır. Bu xatadır. Yəni, İxlas da oxunan surələrdən biridir. Amma illah ki, bunu oxuyum deyənim olmasın. Quran oxu, tilavət elə, Quran qiraət elə, ondan sonra namazlar qıl, otur istiğfar elə, zikr elə, Subhanallah, elhamdülillah və Peyğəmbərə salavat denən və həmçində ən çox deyəcəyin söz Allahumma innəkə əfuvun tuhibbul əfvə fəfənnə zikri olsun.